Təzyiqdən əziyyət çəkirəm. Gah qalxır, gah düşür. Ürəyim də zəifdir. Çölə çıxa bilmirəm. Evin içində o tərəfə, bu tərəfə gəzirəm. Bu sözləri Müsavat.com-a açıqlamasında 91 yaşlı xalq artisti Tarzən Ceyran Haşimova deyib. O qeyd edib ki, mart ayını çox ağır keçirib. Təzyiqim oynayır, taqətdən düşmüşəm. Heç yerə gedə bilmirəm. Əlim ayağım buz kimi olur. Həkim deyir ki, çölə çıxmalıyam, hava almalıyam. Mənim isə buna halım yoxdur. Gəlinim, nəvələrim gəlib mənə baş çəkirlər. Lalə Qızlar Ansamblının üzvləri yanıma gəlir. Tək deyiləm. Çəkdiyim zəhmətin bəhrəsini görürəm. Sadəcə məni üzən budur ki, Azərbaycanda yeganə xalq artisti qadın Tarzən mənəm. Amma indiyə kimi şöhrət ordeni almamışam. Mən çox gözlədim ki, əziyyətimə qiymət veriləcək. Lakin bu olmadı. Mənə niyə şöhrət ordeni düşməsin ki? Bu orden veriləndə əlimə pul gəlməyəcək. Sadəcə olaraq yaşamaq üçün stimuldur. 25 il dərs demişəm, tələbələr yetişdirmişəm. Mədəniyyət Nazirliyi deyir ki, bu məsələyə baxılacaq. Nə zaman? 91 yaşım var. Gözləyirlər ki, ölüm sonra versinlər. Oğlum Rəşad Haşimov deyir ki, ay ana, nəyinə lazımdır? Amma bu mənə təsir eləyir. Stres keçirirəm deyə xalq artisti Tarzən Ceyran Haşimova açıqlamasında bildirib.